Mənim meyxana aləmində bəyənmədiyim çox böyük bir çərçivə var ki, o çərçivədən çoxları qırağa çıxa bilmir. Bu böyük bir dəlikdir onların həyat təcrübəsində. Niyə? Məsəl üçün, meyxana aləmi deyəndə, indi Aydın Sanini 3 il, 5 ildir mən tanıyıram. Ondan qabaq tanımışam Namiqi, Vüqarı. Məsələn, bunlar bilirsən necə, Pərviz Bülbülə mahnı janrı ilə gəldi, Vasif Məzimov mahnı janrına keçdi. Yəni, bütün bunlar gözəldir. Amma meyxana aləmində İraq bunlardan bəzi insanlar var ki, bəzi proqramlarda belə götürək, elə Murad Dadaşovun maşın şousunda, ondan sonra digər proqramlarda bunlar çıxırlar. Sən Akşin Fatihi nəzərdə tutursan. Xeyr, ay tövbə ki, Akşin bir dəqiqə ay balam, Akşin Fatihdən başqa bir də Rəşad Dağlı olub. Rəşad Dağlıya da sən durub onun sənət haqqında niyə Oktay da olub, niyə uzağa gedəcəksən ki? Oktay olub, amma Oktay çıxısını alır. Yox, bilsən nətərdir? Bizim xalqın içərisində insanlar var ki, pafosları çox sevirlər və bu meyxanalarda olan bəzi insanlar prim qazanırlar, kişilikdən danışırlar. Nə bilim, ay sənin nə anlayışın var ki, 3 dənə meyxana deysən, sözü böyrə qoysan. Meyxananın önəmi meyxananın deyilişində deyil. Meyxananın önəmi, bədiyyənin önəmi həmin insanın deyiliş tərzindədir onun önəmi ki, şairliyini bildirir orada. Meyxanada nə var? Meyxanada nə var? Meyxanada nə var? Ən önəmli nədir meyxanada? Meyxanada odur ki, bədayətən gəlir, indi onu bölüblər, bədiyyə bölüblər, meyxaniyə bölüblər. Adı üstündədir də meyxanə. Düzdür, bu meyxanə mənim Azərbaycan mədəniyyətimin incisi ola bilməz. Folklorda bir yönü ola bilər. Amma Azərbaycan mədəniyyətində gətirib bu meyxananı böyük qaldırıb qoymaq, yəni və onlar söz sahibi olaraq irad bildirmək. Sənin folklorun nədir? Faytonum? Folklorun nədir? Hə, folklor. Sənin folklorun bir qolu da meyxanadır. Və o meyxanada Ağasəlim Çıldaq kimi... O da biraz mübahisəli məsələdir. O da yenə bir mübahisəli məsələdir. Atam, bax, bu günləri görüb bir dənə meyxana kişi sənətidir. Müğənni qadın da ola bilir, kişi də ola bilir. Meyxana Samirənin çıxmaq şərtidir. İndi bir dənə Samirə indi milyonda bir olub, o başqa. Amma meyxana elə bir janrdır ki, mən meyxana mərkəzi, amma meyxana janrından bugün müasirlərə gedək. Aydın Xırdalanlı, Vüqar Biləcəri, Rəşad Dağlı, Vüqar Əbilov, Mehman Əhmədli, sonra gəlib Pərviz Bülbüləsən, ondan qabaq Nizami Rəmzi, Ağasəlim Çıldaq, dedim, Ağa Kərim, Ağa Mirzə, meyxana, Rəmiş, gitara sənin sənətindir? Gitara sənindir? Yox. Heç klarnet də sənindir? Xristiyandır. Bu günləri niyə klarneti Almanın instrumentalını götürmüşsə deyirsən mənimdir. Amma gitaranı Rusiyada hansısa İvan Andrey yox. Məhz sənin Rəmişin dünyaya sevdirdi ya. Gitaranı, meyxana deyirəm ki, meyxana da yeganə var. Meyxana deyirəm ki, meyxananın özü deyil. Meyxana şairdən asılıdır. Bədayətən deməsidir. Onun özəlliyi odur. Özəlliyi odur. Dünyanın hər bir müsəlman ölkəsində muğam oxunur. Meyxana harada var Azərbaycandan başqa? Ruslarda çistuşkadır, o meyxana deyil. O meyxana deyil, onlar fərqli bir şeydir. Meyxana Azərbaycandan başqa heç bir yerdə yoxdur. Bu da Azərbaycanda bəyənmədiyimiz 8 sinif qutaran o diriyə küçədən çıxan uşaqlar, onların beyninə Allahın qoyduğu kitabxanadır. Yarım dəqiqə ərzində sən tərəf müqabil və elə bir cavab verməlisin, yol tutarı olsun. Mahnı janrı biz əzbərləyib oxuyuruq. Meyxana janrı odur ki, sən bədayətən ona cavab verməlisən. Onu deyirəm mən. Mən yəni ki, amma orada özəllik, yəni ki, bilsən nətərdir? Çıxanda da bu kişi sənətidir də, düzdür. Kişilər oturur, yenə deyirəm, adı üstündə meyxana, düzdür. Bayaqları kişi nə gözəl dedi. Dedi, kişi məclisində, kabinetdə, orada sigaret də ola bilər, içki də ola bilər, orada deyilir. Niyə görsən qadın müğənnilərin getdiyi risk gecikmir? Onların da içərisində modern mahnı janrında olan, estrada janrında olan o insanlar ki var ki, bəziləri, hamısına şamil eləmirəm də, görürsən. Həmin insanlara söz atmaları və prim qazanmaları, kişilik nümayiş etdikmələrini deyirəm mən. Mən başqa bir şey demirəm. Mənim heç bir iradım yoxdur meyxanıya. Mənim bəzi insanlara da iradım ki, bunlar prim qazanırlar, yorum qazanırlar, Onda mən Aydından qabaq sənə bir cavab vereyim. Onda sənin müğənni, kişi müğənnilərin
evlərində bəziləri arvadlarına yedura bilməyənlər çıxıb xalqa niyə ailə dəyərlərinə Mən bundan qabaq onu demişəm. Öz əri olan başqa kişi ilə münasibətli olan qadın niyə çıxır? Sosial verilişdə Azərbaycan xalqına, anama, bacıma məsləhət verir ki, bu ixtiyarı kim verir bu? Bundan qabaq da onu demişəm mən. Bundan qabaq da onu demişəm. Heç olmasa və ümumiyyətlə istər musiqi janrı olsun, istər aktyor janrı olsun, istər meyxana janrı olsun, bizim insanlara məsləhət, ağıl, fikir vermək ixtiyarında deyilik əslində böyük hərflərlə. Demək, belə yanaşaq da. O meyxana məsəl üçün mən deyirəm mənə nə öyrədib? Əgər sual cavabsa birinci dinləməyi öyrədib mənə. Sonra cavab verməyi. Hə, elə olur ki, məsəl üçün hər iki tərəf emosionallaşır və bir-birinin sözünü kəsmir. Bunlar normal. Amma ümumiyyətdə meyxana bugün cəmiyyətimizə, cəmiyyətdə qatmıram. Bax, show biznes, show əhlinə nə verib desək, bu günləri meyxana deyənləri saymasaq, meyxananı saymasaq, fakt ya bu. Yəni, bu günləri bizim qapısını döyəcək bəstəkarlarımız var, uşaqlar, yoxsa yox? Yox. Varsa da barmaq saydı, yox, çoxdur. Çox azdır. Az deyib 5 dənə. Bəs hansı ifaçılar, yəni son belə show biznesinə götürürəm, istəyir estrada, istəyir muğam. Muğam bildi ki, qəzəl klassik ədəbiyyata müraciət edirlər. Siz inanırsınız ki, ya, yəni bu günləri fakt, hətta bax, repertuarını bəhbəhlə oxuduğunuz Xumar xanımın da mahnılarının içindəkilərin hamısı şair, Azərbaycan şair statusuna layiq görülmüş adamın sözləri deyil. O da var, bu da var. Qarışıqlar da var. Onu biz niyə sevmişik? Meyxana biraz ağır musiqidən tez çatır xalqa. Meyxana ilə çox şey ötürmək olur, fikri izah eləmək olur. Mən burada meyxananı müdafiə eləməyəcəm, ona görə yox ki... Yox, mən meyxananı vurmuram ki, müdafiə edələsin kimsə. Tam başqa bir fikir demək istəyirəm. Ona görə ki, meyxana o qədər güclüdür ki, onun müdafiəyə də ehtiyacı yoxdur. Meyxananın müdafiəyə ehtiyacı yoxdur. Bu günləri yenə deyirəm, əməkdar artistlərim, yəni statuslu, titullu ifaçılarımızdan tutmuş, dünən, məsəl üçün, sırağa gündə, indi təzə sevilən müğənni ifaçılara qədər hamıya söz də verir, musiqi də verir. Yox, mən başqa söz deyərdim. Bugün meyxanaçılar sənin bugün beşlikdə gördüyün, başda Şəbnəm Tovuzda olmaqla, nəfəsi olmaqla, türkanı olmaqla, hamısına meyxanaçılarla oxuduğu duetlər trendləri patladı və bugün toylar qazandırıblar. İnan ki, onlar bu günləri Xəyyam, Allah qəni qədərini öldü, Xəyyam mahnıları yada düşdü. Neçə günlükdür? Neçə günlükdür fərqli, dalbadal gəlir də bu. Yox, dalbadal gəlir. Namiq Qaraşıqlı, Aygün Kəzimov ilə axırıncı dəfə Haçan duet oxuyub, 10 il bundan qabaq. 10 il, indiyəcə toylara gedirlər o meyxanaya. Meyxana janrında olan mahnıların 10 il bundan qabaq çıxan, 5 il bundan qabaq çıxan, gündəmdə olan, meyxana janrında olan mahnının birinin adını deyin mənə. Məsəl üçün, elə o rəhmətli Molla Məmməd, Bakılı balasıyam. Hə? Yəni, elə bir ifaçı var mı oxumasın bu günləri? Düzdür, Bakılı O balası. meyxana deyil axı. Necə o meyxana olub, o sonra Eyüp Yaqubov deyil. Yox, meyxanaçının bəstəsi ola bilər, bəstə başqa şeydir. Meyxana, biz qarışdırırıq da. Biz dedik ki, aşbaz, biri var ki, balıq bişirən aşbaz, biri də var ki, kabab bişirən aşbaz. Biz kababı deyirik ki, kabab tez yeyilir, həzmə gedir, balıq amma idealdır və birdən ət kababçısı balığı bişirir, verir, deyirik, görürsən bunun balığı var, onda biz əti onu sırıyırıq balığın böyrünə. Yəni, mahnı janrında, meyxananın mahnı janrında olanlar 3-5 illik yenə ito olmur da, yəni ki, onlar tarixə düşə bilmir, onlar yadda qala bilmir. Meyxana janrında olan Vəfanla Şəbnəm qırdı bir-birini, qan leysan getdi, ana, saç yoldusu. Onu meyxanaçı yazmayıb ki, onu Tural Sədalı yazıb, o meyxana nə adiyyəti var? Yox, meyxanaya xalası qızıdır da. Sərxan, Əlyağa Vahidi götürək də, misal üçün, düzdür? Qəzəl xanımızdır. Yox, indi mən onun 100 dənə də at çəksəm, sən ərəsinə bir söz deyirsən və qəbul edilsən. Demərəm. Bax, belə yerdə deyirlər ki, əzizim, sən nə eşitmək istəyirsən, həqiqəti yoxsa özünə xoş gələn şeyi? Sən o mənədə, mən sənə özünə xoş gələn gəlin, mən sənə razılaşım və söhbəti bitsin. Yox, mən həqiqəti bilirəm, hamısına şamil deyil deyirəm. Bildim. Hamısına şamil deyil. Əlyağa Vahid haqqında, düşüncə ömədinə, yaradıcılıq haqqında. Əlyağa Vahid haqqında mən... Əlyağa Vahid Qəzəlxandır. Yox, yox. Mənim həddimə deyil. Qəzəlxan meyxana da deyib, bədayətən də deyib. Amma, eləyə baxanda müasir Əlyağa Vahidimiz onda Vüqar Biləcəlidir də.
Yox, əl Niyə yağı Vüqar da olmasın? bədayətən deyibdi, Niyə də olmasın, rəhmətli. bəli, niyə də olmasın? O da bədayətən Həli deyibdi. o- O, mən hər dəfə o Yox, mən sevgilisinə neylə- Yox, sevgilisini Yox, mənim həddimə deyil Əliyağa Vahiddə mən nə deyə bilərəm ki? Sərxan, əgər Vüqar Amma Biləcəriyə bax, mən söz deyə sən bilmərəm. istəyirsən ki, Allah olduğu gün rəhmət meyxanaçılar eləsin. var, ha. Vüqar Biləcəridən Mən sənə bir söz deyim. Meyxana stilində yox, Sən amma əmin elə ol ki, mahnı olduğu kimi meyxanaçılar yazdığı Əliyağa Vahid sözlər var ki, olmayacaqlar. mahnı yazılıb. Bəstələr Mən demək cılızdır, istəyirəm ki, sözlər dəyərlidir, mən demək bəstələr istəyirəm ki, cılızdır. hər şeyin, məsəl üçün, Cılız tutaq ki, demə, bəsit bax, demə. Bəsit muğam- cılız Rahat eyni cılı şeydir. yox, cılız başqa şeydir, aşağılayırsın. Bəsit, tez yadda qalan küçədə istifadə edilmiş Bəs sözlərdən gedir. mən vallahi onu Amma demək bizim xalq istəyirəm. mahnılarımız da var da. Xalq mahnıları. Bizim Bax, xalq mahnılarımız Xalq o kim, hansı qədər xalq yazıb o mahnı? qədər Sən bəsit hansı xalqın mahnılar 10 var dənə ki, nümayəndəsi amma yenə qalxıb da qalıb mahnı da. yazıb, heç kim. Elə bir dillər əzbər olub, xalq deyiblər. Bax, Əliyağa Vahid meyxana sektoruna tam, yəni A-dan Z-yə qədər hər, yəni bilən Müasirliyi gətirib. Heç müasiri yox, banisidir. Yox, müasir niyə gətirib? Onu qəzəl, Qayəsidir yəni. onu biraz sambağa Meyxana. gətirib də. Biraz da təkmilləşdirib qəzəl, biraz təkmilləşdirib məsələn. Aydın. Qardaş, bir kəlmə bunu deyim, bununla da bitirək. Uşaq gözləyir, Meyxana orada, nədir? Bir yerdə oturanda söz xoş gəlir.